Soruşur ki, mən xaricdə yaşayıram, buradakı məscidlərdə yarım saat intervalla 2 və ya 3 cümə namazı qılınır. Bu bidətdirmi? Həmçinin ilk cümə namazı zöhrün girmə vaxtından 1 saat əvvəl qılınır, ikinci cümə isə zöhrün vaxtında qılınır. Bu halda mən bidətə düşməmək üçün zöhrdən 1 saat əvvəl olsa da birinci cümədə iştirak etməliyəmmi? Cümə namazının qılınma vaxtı nə zamandır? Birinci məsələ o ki, bir məsciddə təkrar cümə qılınma məsələsi əksər İslam alimlərinə görə bu icazəli deyil, bu olmaz və biz də bu məsələdə bu şəkildə fətva veririk ki, hətta Avropa ölkəsində olsa belə, necə ki, bu barədə böyük alimlərdən Fransada, Avropanın digər ölkələrində müsəlmanlar sual verirlər Şeyx İbn Baz rahimehullaha, Şeyx İbn Hüseyin rahimehullaha və digər alimlərə, onların da fətvası bu yöndə olur ki, xeyr, bir məsciddə hətta zərurət olsa belə, yəni insanlar yerləşmirlər, təkrar ikinci imam gəlir, ikinci cüməni qıldırır, olsa belə qılmaq icazəli deyil. Burada bir çox fəsadlar var. Birincisi, bu əməlin əslinin bidət olması, əslinin şəriətdə olmaması. İkincisi, bu şəkildə etmək müsəlmanların əlavə məscidlər açmasının da səhlənkarlığa səbəb olur. Amma deyəndə ki, icazəli deyil, artıq müsəlmanlar deyəcək ki, biz bu məsciddə yerləşmirik. O zaman özümüz üçün ikinci başqa bir musallə, məscid, bir ev təşkil edək və yaxud çöldə, səhrada bir yerdə cüməmizi qılaq. Müsəlmanların bu şəkildə daha çox İslamın yayılmasına səbəbdir bu. Və bu fətvalar boşuna, alimlər bunu boşuna deməyiblər. Bəzən çıxır ki, siz burada Avropada olanlardan xəbəriniz yoxdur, Avropada olanları bilmirsiniz, Avropada vəziyyət sizin gördüyünüz kimi deyil. Xeyr, alimlər elm əhliyə bir şeyə fətva verirsə, hər bir məsələni dəyərləndirirlər. Hər bir məsələyə baxırlar, bu şəkildə cavab verirlər. Həmçinin burada bir cümənin müxtəlif yerlərdə qılınması İslamın başqa eşitməyən insanlara da çatmasına səbəb olur. Burada sualın içində, ikinci sualda buyurur ki, namazın, cümənin daxil olma vaxtı nədir? Bu məsələdə alimlər arasında ixtilaf var. Bəziləri deyirlər ki, cümənin daxil olma vaxtı zöhrün daxil olma vaxtıdır. Bəziləri deyirlər ki, xeyr, zöhrdən əvvəl cümə namazının vaxtı daxil olmuşdur. Əgər müsəlmanlar, orada yaşayan müsəlmanlar başqa yerlər icarəyə götürərək onların hamısında yalnız bir cümə qılırlarsa, o zaman onun vaxtını zöhr vaxtına keçirsinlər və zöhr vaxtında cüməni əda etsinlər. Yox, əgər bunu oradakılar etmirlərsə, sual verən o zaman gedib birinci cümədə iştirak etsin. Zöhrün vaxtından əvvəl olsa belə, çünki bu barədə də yetərli dəlillər var. Həmbəli məzhəbinin görüşdədir ki, cümənin vaxtı zöhrün vaxtından öncədir. Çünki cümə zöhrün əslində əvəzinə deyil, bu müstəqil bir namazdır. O yüzden də birinci cümədə iştirak etsin.